Assalamu aleykum, hər birinizə salamlayıram. Allah bütün xəstələrə şəfa versin. Bu günlər mən turba idmanının faydasından sizə danışmaq istəyirəm. Demək, dəfələrlə danışmışam, yenə də xatırlatma eləyirəm ki, insanlarımız eləsin inşallah. Demək, Pərviz qardaşımız yorumda da görürsünüz, yazıb ki, ikinci telefondan oxuyuram buradan. Açığı mən inanmırdım, amma bibimin yoldaşı belinin ağrısından yerindən belə çox əziyyətlə qalxırdı. Sizin bu idmanı bir neçə gün etdi, indi ağır işləyir. 1 qramda ağrısı yoxdur, təşəkkür. Görürsünüz, inanmırmış, amma birisinin yoldaşı bundan gözəl fayda görüb. İndi inşallah mən sizə göstərim. Belə bir alət alırsınız, yəni yarı belə düzdür, yarısı belə avaldır. Xatırladım ki, bu yatmaq üçün də yaxşıdır, həm də idman eləmək üçün yaxşıdır. Amma tək idmanı eləmək üçün 75'lik torba alıb, üstünə dəsmal düşüb eləyə bilərsiniz. Amma bu bir dəfəlik yəni olan bir şeydir də o zahətdən. Əvvəllər böyüyü gəlirdi biraz. İndi böyüyü gəlmir. Yoxdur, tapa bilmirəm. İnsanlar deyir böyüyündən yoxdur. Yəni bu da kifayətdir. Yəni bundan da ala bilərsiniz. Yəni bizdən də götürə bilərsiniz, ala bilərsiniz. Və bu da kifayətdir. Bizə məqsəd odur ki, bu boyun arxasına bunu qoya bilək. İndi sizə göstərəm hərəkəti. Göstərməmişdən var bir şey deyim. Bax, beldə yırtıq, protuz deyirlər, kifoz, skalyoz, osteoxondroz, bax, daban şiporla insanlar var ki, ayağın yerə qoya bilmir, mahnız da deyirlər, tikan kimi batır ayağına. Sonra arıqlamağa kömək edir, ürək dərmanı atan ürək dərmanı atmır, təzyiq dərmanı atan təzyiq dərmanı atmır, qanı duruldur, qəbizliyi aradan qaldırır və s. Çox şeylərə fayda aldı inşallah. Ola bilsin ki, yadımdan da çıxan oldu. Bismillah, sizə göstərim indi. Yine belə uzanırsınız, düz uzanırsınız. Baxın, bu turbanı da gətirib qoyursunuz belə boynunuzun arxasına. Əlinizi belə qoyursunuz sinənizin üzərinə. Və bu hərəkət nədir? Demək, ayaqlar sağa gedəndə baş sola gedir, baş sağa gedəndə ayaqlar sola gedir. İndi bir dənə göstərim sizə aydın olaraq. Baxın. Çox sadə bir hərəkətdir. Amma əgər bu demək turba deyək də buna da bu gedərsə, elə əlinizlə siz bunu belə də tutub eləyə bilərsiniz. Sizə necə rahatsa elə. Getmirsə bax belə eləyirsiniz. İndi bunun üzərində salafan olduğu üçün bu indi sürüşə bilər, amma bu salafanı qırdıqdan sonra, qoyduqdan sonra bu sürüşməyəcək. Elə sağ olun, var olun. Xahiş edirəm hər birinizdən bu videonu bəyənin, paylaşın, like qoyun ki, insanların qarşısına çıxsın. Necə insanlar var ki, Uzqar kənddə yaşayırlar, rayonda yaşayırlar, həkimə getmək gücləri çatmır, imkanları yoxdur. Bu insanların, məsələn üçün, protuziyası var, skalyoz var, kifoz var, daban şiporu var, əziyyət çəkirlər. Mən bunu sosial şəbəkədən göstərirəm ki, bu nişinin bədən tərbiyəsindən biridir. Bunu evdə özünüz eləyin, vacib deyil bundan almaq. Ən azından bir dənə 75'lik turbadır, bir 2-3 manatlı kəstirirsiniz, 50 santı üzərinə dəsmal bükürsünüz, eləyirsiniz. Belə, Allah bütün xəstələrə şəfa versin, yardım eləsin, Allah bizə bu dünyada və axirətdə rəhm eləsin. Çox sağ olun, minnətlər.